Yanvarın 21-də Xankəndi şəhərində ilk köç prosesi reallaşıb. Respublikanın müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış Xankəndi sakinlərindən ibarət 36 ailə 35 ildən sonra doğma yurduna qayıdıb. Köç prosesi böyük coşqu ilə qarşılanıb. Tədbir dövlət himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin ehtiramla yad olunması ilə başlayıb. Sakinlərə yeni mənzillərin açarları təqdim edilib. Rəsmi çıxışlarda Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə geniş miqyaslı bərpa və quruculuq işlərinin aparıldığı, müasir yaşayış və sosial infrastrukturun yaradıldığı vurğulanıb. Bildirilib ki, Böyük Qayıdış dövlət proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin mərhələli və təhlükəsiz şəkildə geri dönüşü davam edəcək. Sakinlər torpağa qovuşmağın sevincini bölüşüb, bu günləri mümkün edən şəhidlərimizin və qazilərimizin qəhrəmanlığını minnətdarlıqla xatırlayıblar. Anama mütəxəssisləri isə mina təhlükəsizliyi ilə bağlı maarifləndirici söhbətlər aparıb. Xankəndi şəhərinə ilk köç bölgədə həyatın bərpası və dayanıqlı məskunlaşma baxımından mühüm mərhələ hesab olunur.